let's begin our lesson. Hi, how are you? I am. Okay, yes. Where are you from? I am from Azerbaijan. Okay. Where do you live? I do use. I live. I live Gah region of Tasmalı village. I live in Gah region of Tasmalı village. Yes. Düzdür. Aferin. What is the date today? Bugün ay neçəsidir? Neçəsidir bugün ay uşaqlar? 6-sı mı? 6-sına necə deyirik? The sixth Today is the 6th of of April, elə mi? Today is the 6th of April. What day is it? Bəs həftənin günü neçənci gündür? Neçənci gündür? Today is Sunday. Yes, Sunday. Yaxşı uşaqlar, həftənin günlərini səyə bilərsinizmi siz? Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday, Sunday. Aferin, düzdür. Yaxşı. Many books yoxsa many book olar? Many people. Books, eləmi? Niyə? Çünki many nə deməkdir? Çok. Aferin, düz deyirsən. Çoxlu deməkdir. Many people sayılan cəm isim gəlir, eləmi? Bəs much nə idi uşaqlar? O da ne? Nə gətirir? Sayılmayan. Sayılmayan, eləmi? Məsəl üçün, çoxlu su deyin görüm. Nə? Var. Water. Aferin sizə. Biraz çevik olun. Biraz çevik olun. Yaxşı, what is sneakers? Nə deməkdir sneakers? İdman ayakkabısı. İdman ayaqqabısı. Xəbəri tək götürər yoxsa cəm? Cem. Ay sağ. Niyə? Çünki Çünki ikilikdir, eləmi? Aferin. Furniture nədir? Mebel. Mebel. Özü sayılırmı? Yox, Furniture deyə bilərikmi? Yox. Olmaz. Bəs onun növləri sayılırmı? Məsələn, Sofa. yes, sofa, sofa deyə bilərik. Sonra nə deyə bilərik? Armchair. Aferin sizə. Bəs özümüz oturduğumuz toz-stul, onlar da mebelin çeşidləridir. Nədir? A table, chair deyə bilirik, eləmi? Aferin sizə. Yaxşı, on the sofa yoxsa in the sofa? On the sofa. Niyə? Çünki üstündə. Məsəl üçün getir pişik divanın üstündədir deyəndə necə deyirik? Pişik divanın üstündədir. The cat is on the sofa. Düzdür. Yaxşı, pişik kreslonun içindədir deyəndə on the armchair yoxsa in the armchair? Aferin. Niyə? Çünkü kreslonun kolları var. Orada da bir nefer içine düşür. Aysa, içinə əhatələyir, eləmi? İçindədir. Başqa məsəl üçün bir nəfər oturur, gedib ikinci nəfər orada otura bilməz. Bir nəfər əhatələdiyinə görə. Amma divan enlidir, eləmi? 2-3 nəfər otura bilər. Ona görə onunla deyirik. Kreslo isə inlə deyirik. İndi deyirik ki, pişik kreslodadır deyəndə, onda nə olacaq? The cat is in the armchair. Aferin, aferin, düzdür, düzdür. Yaxşı, subway nədir? Nədir subway? Sub, W-A-Y. Nə deməkdir subway? Nədir? Nədir uşaqlar? Deyin görüm. metro. Aferin, metro deməkdir, düzdür. Often. O hansı zaman zərfi idi? Often. Bir də onun bacıları var idi. Often, usually, Sometimes. Aha, sonra always, eləmi? Yaxşı, bəs bunlar cümlənin harasında iştirak edirdilər? Kim deyər? De görüm. Mübteda ile haberin arasında. Aferin. Deməli, hansı zaman zərflərdir bunlar? Yox, keçmiş deyil. Bax, mən tez-tez kilsəyə gedirəm deyəndə olacaq ki, I often go to the church. Və yaxud da I often go to the shopping. Bazarlığa gedirəm. I often go to the supermarket deyə bilərik. Tez-tez gedirəm. Görürsünüzmü? I, go-nun arasında, feilin arasında often verdim. Və yaxud da usually, adətən gedirəm. Always, həmişə gedirəm. Başa düşdünüzmü uşaqlar? Yaxşı, indiki sadə zamanın bir də cümlənin sonunda iştirak edən zaman zərfləri var idi. Kim deyər onları? Kim deyər? Məsəl üçün, every ilə işlənirdi.
Every day, Aha. every month, Düzdür. Every day, every week, every month, eləmi? Every year, eləmi? Ay, sağ olun, düzdür. Aferin. Yaxşı. İndiki zamanda olan to be'nin formalarını sayın görüm. Hansı şəxslərlə hansılar işlənir deyin görüm. aynen işlənir. Aha. He, she ilə iz işlənir. Qoy We, desin, you, sorsan. they ilə isə Ağır işlənir. Keçmiş zamanda görüm sən Damla. was, were, was, I və ayla izlə işlənir. Were isə ayla işlənir. Yəni əmin və izin keçmişi was, eləmi? Arın keçmişi were. Yəni bir sözlə I, he, she, itlə was, we, you, zeynə keçmişdə were işlənir, düzdür. Keçmiş zamanın zaman zərfləri yadınızda varmı? Keçmiş zamanın zaman zərfləri yadınızda qalan varmı? Dünən nədir? Məsələn. Yesterday, today. Today bugündür. Yox, keçmiş zaman deyil. Bugün hələ bitməyib məsələn. İndiki bitmiş zamandan iştirak edir. İndiki bitmişi keçməmişik. Və ya deyirəm ki, dünən dedik. Uşaqlığımda bayaq deyirdik. Gəncliyimdə dedik. Nə idi? In my youth gəncliyimdə. In my In my childhood uşaqlığımda, eləmi? Ay sağ ol, düzdür. Yaxşı, mən sizə biraz sözlərdən soruşum. Nobody nədir? Nobody. Aha. Nə deməkdir nobody uşaqlar? Heç kəs. Heç kimsə, heç kəs, eləmi? Yaxşı, anybody nədir? O da heç kəs. O da hər hansı bir kəs mənasını verir əslində. Aha. Yaxşı, başqa nə qaldı? İndiki sadə zamanın köməkçi feili. Məsəl üçün deyirəm ki, she lives in London. O Londonda yaşayır. She lives. Sual verin görüm ona. Feilin sonunda s var. Sual verin. Do does indi burada baxırıq ki, cümlənin önündə birinci sözümüz she'dir. Nə verərsən? Does. Nə olacaq? Does she Lives yoxsa live? live? Afərin. Niyə? Duya keçir. Nə? S duya keçir. S duya. Ay sağ ol, düzdür. Olacaq does she live in London? O Londonda yaşayır mı? İnkarda necə olacaq? Nə? Not ədatı artırılacaq. Nəyə? Köməkçi feil olan does'a, eləmi? Olacaq nə? She doesn't live in London. Düzdür, düzdür, düzdür. Qaydasız feillər necə düzəlirdi? Kökündən dəyişilirdi. Qaydalılar id artırılırdı, eləmi? Yes, yes. Sənin söz dəftərinə baxmanı, söz dəftərinə nələr yazmışıq biz. Sən adın nədir, necə deyirsiniz? Adım Tomdur deyin. My name is Tom. Və yaxud da I am Tom, belə də deyə bilərsiniz uşaqlar. Neçə yaşın var? How old are you, eləmi? Yaxşı, 15 yaşın, 10 yaşın var deyin görüm. I am 10. I am 10 və yaxud da I am 10 years old. Bəli, şifrdə deyə bilərik. Yiyəlik əvəzliklərini sayın görüm. My, mənim, your, sənin, him, onun kişi. Him yox, his. His, onun kişi cinsi, her, onun qadın cinsi, it, onun cansı, our, bizim, your, sizin, their, onlar. Afərin. Plus nə gəlir cümlədə? Nə gəlir yiyəlik əvəzliklərindən sonra? Nə gəlir uşaqlar? İsim, bəli. Kes onu bir dənə. Yaxşı, soyadın nədir? Sənin soyadın nədir? What is your surname? Aha, soyadım Əliyevadır. My surname is Aliyeva. Aliyeva. Yes, düzdür. Yaxşı. Uncle nədir? Öyrənmi dayı. Uncle. Bax, uncle-da var əmiday. Bir də bədən üzvü var idi. Uncle yazılan. Uncle deyirəm. Topu. Afərin, topu. Clever nədir? Gözəl. Gözəl deyil, ağıllıdır. Burada niyə çaşıb yazıbsan belə? Ağıllı deməkdir uşaqlar. Beautiful nədir? Gözəl. Qəşəng, gözəl, düzdür. Beautiful'ın sinonimləri var idi. Wonderful, pretty. Oğlanlar üçün handsome, yaraşıqlı. Yes. Adjective nədir?
O bir. Sifət. Sifət. Yaxşı. Good night nə deməkdir? Gecəniz xeyrə qalsın. Danışmaq nədir? Nədir danışmaq? Speak. Speak. Danışma deyiriksə. No. No speak yox. Don't speak. Don't speak. Düzdür. Qapını aç necə deyərik? Open the door. Open the door. Pəncərəni ört necə deyərik? Close the Window. window. Düzdür, düzdür. Yaxşı. Zoopark nədir? Zoo. Zooparklar necə olar? Zoos. Bir dənə artırırlar. Düzdür. Uşaqlar deyin görüm ana. Çay çıldırın. Qazlar. Quz, giz. Düzdür. Yaxşı. Getmək feilinin keçmişi nədir? Going. Ay sağ ol səni. Go indiki, went keçmiş. Aferin sənə. Yaxşı. Şəxs insanlar. Şəxs nə idi? Enlar desin. Şəxs nə idi? Şəxs. People. Gülər. People. People deyil, cəmdir o. Person. Person, şəxs, People. people, insanlar. Yaxşı. Bəs sıçanlar necə deyirdik? Mouse, mice, düzdür. Şaftalı nədir? Bax, burada yazmışım. Şaftalı. Bəlkə bilirsiniz. Peach. Ay, sağ ol, düzdür. Peach. Yaxşı. Light nədir? Light. İşıq, bəli. Düzdür. Mənim başqa mənalar vermədi. Nə, de görüm. İşıq, yüngül, açıq, fənər. Aferin sənə. İşıq mənasında sayılmır, fənər mənasında sayılır, yüngül mənasında isə sifətdir uşaqlar. İsim deyil ki, sayaq, eləmi? Yaxşı, müstəqil yer əvəzliklərini sayın görüm. Müstəqil və deyin ki, müəllimə, müstəqil deyəndə nə başa düşürük və ondan sonra nə işlənməz? Hadi görüm ana. Müstəqil deyəndə. Mine mənimki. Sonra? Yes. Him yox. Him obyektdir, ona onudur. Ondan işiniz yoxdur. Deməli, hers onunki qadın cinsi. His həm onun deməkdir, həm də onunki deməkdir uşaqlar. Sonra it's onun həm onun deməkdir. Plus isim gətirən versiyası da var. Həm də onunki olarsa isim gətirmir. Sonra bizimki ours hamısının sonunda s olurdu. Bir də mine də yox idi, yadınızda mı? Sonra Bizimki yours, sizinki them. aferin. Plus nə gəlməz? İsim gəlməz. Çünki ismi özləri içində neyir? Gizlənir. Düzdür. Yaxşı, deyirəm ki, mənim kitabım gözəldir. Səninki isə deyil. Görün necə deyərsiniz? Kitabım is nice. səninki isə Yours and səninki gözəl deyil. İnkar verəcəksiniz. To be'nin formasını. Yours not. Bəs to be'nin forması your'dan sonra. Yours is Not, aha, isn't və yaxud da nice. Və salam. Deyirəm ki, my book is nice and yours isn't nice. Səninki gözəl deyil. Görürüz, your'dan sonra isim gətirmədik. Niyə? İçində gizləndi ismi. Yes. Yaxşı. Look nədir? Look at nədir? Look görünməkdəsində. Look at nədir? mənə bax. Look at me olanda nə olur? Mənə bax, eləmi? Yaxşı. Place nədir? Palace nədir? Place, saray, Palace, saray, place, yer. What? What? nə? Yes. Where? Hara. Hara-harada, düzdür. Lake nədir? Lake nədir? Lucky lake. Oo, lake'dir, like'dir. Lake göl deyil mi uşaqlar? Baykal Lake. Deməli, əgər lake sözü varsa Baykal sözünün yanında. Baykal Lake, Baykal deyirik. Amma lake sözü yoxdursa Zebaykal deyirik. Hər ikisi göl mənasını verir. Yaxşı. Birinci, ikinci, üçüncü sözləri, sıra sayıları kim deyir? First, second, third. First, second, third, düzdür. Aferin, düzdür.
Zədə almaq nədir? Zədə almaq. Digər part, düzdür. Yaxşı. Başqa burada nədir? Yaxta sözü var. Yaç. Yaxşı, düzdür. Make a mess nədir? Make-li ifadələrdən. Make a mess. Qarışıqlıq yaratmaq. Aha, düzdür. Have dinner. Dinner. Have dinner. Nahar etmək. Nahar etmək. Have shower. Have a shower. Duş qəbul etmək. Duş qəbul etmək. Have breakfast. Yemək. Yaxşı, kim deyər həyat və həyatlar sözlərini? Kim yazar yaz taxtaya? Həyat, bir də həyatlar. Başqa? Başqa kim yazar? Fikrət. Go to the blackboard. Haldə, yadına çıxdı mı? Həyat, həyatlar. Güla yaza bilərsənmi qızım? Sən video çəkirsən. Bir quick biraz cəlb ol. Yes, düzdür. Deməli, life bir də leaves, eləmi? Düzdür. Leaves, uşaqlar, leaves'i biz bir də harda görərik? Hansı zaman cümləsində görərik? İndiki sadə zaman. Hansı şəxslə görərik? Üçüncü şəxs. Dişiklə, eləmi? Afərin sənə, afərin. Düzdür. Yaxşı, onların həyatları necə deyərsiniz? They are. Yox, onların həyatları. Onların fiilus həyatları sözü da. Their lives, eləmi? Yes. Yaxşı, çoxlu sözləri var idi. Hansılar idi? Sonra many much'ı bildik. Bir də onların ekvivalentləri var idi. Həm sayılandan işlənən, həm sayılmayanlarla. A lot of, lots of, bir də plenty of var idi. Plenty of yazdırmışam özdə sizə. Nə deməkdir? Məsəl üçün, a lot of girls nə deməkdir? Çoxlu qızlar, eləmi? Və yaxud da lots of girls, bu da çoxlu qızlardır. Və yaxud da plenty of girls, bu da çoxlu qızlardır. Və yaxud da sayılmayan isimlə işlədək. Deməli, a lot of water, çoxlusu, lots of water, yenə çoxlusu, plenty of water, yenə çoxlusu deməkdir. Bir sözlə həm sayılanlarını işlənir, həm də sayılmayanlar. Amma sayılan tək isimlə iştirak eləmir, sayılan cəmsindən. Be busy nədir? Busy, to be busy. Nə idi? Məşğul olmaq, düzdür. Yaxşı, nephew nədir, niece nədir? Bacı qızı. Yox, nephew bacı oğlu, qardaş oğlu. Niece, bacı qızı, qardaş. Yes. Niece'in əvəz edicisi nədir? She. Bəs nephew'un əvəz edicisi? He. Ay, sağ ol, düzdür. Connection nədir? Connection. Düzgün. Əlaqə. Neighborhood. Neighbor. Qonşuluq. Qonşuluq, düzdür. Eyebrow. Qaşlar. Qaşlar, eləmi? Eyebrow qaşda, məsəl üçün desəm ki, mənim 2 qaşım var, necə deyərsiniz? I have two eyebrows. Düzdür. I have 2 eyebrows. Yaxşı, mənim 3 bacım var. Deyin görüm. I have three sisters. Yes, esidədiniz, düzdür. Aferin sizə. İstirahət etmək nədir? İstirahət etmək uşaqlar. Have a rest, eləmi? Have a rest. Okay. Yaxşı. Qovalamaq nədir? Kimsə qaçır, onu tutmaq üçün qaçır salınacaq. Qovalamaq. Kim deyəm? Öz axırıncı dəfə keçdiyim sözlərdəndir. Kim deyər? Chase deyil mi? Cuhase yazılır. Chase. Bədən üzvləri danışın görüm hanım. Head, baş, hair, saç, eyebrow, qaş, eye, göz, nose, qulaq, body, Yaxşı. bədən. Gülay gəlsin, Gülayın üstündə göstərsin. Damla. Geç.
Orada dur. O stolu belə çək. Damla, stolu çək, görünmür çünkü. Aha, orada dursun. Stol olan yerde Gülay gelsin, sen de orada göster. Biraz arkaya git, göster. Aha, begin. Head, back, body, beden, Aha. eyebrow, Ve gash, saç. hair, saç, ay, göz, el, kulak, nose, burun, eyebrow, gash, nose, ağız, Nose. Aha. Dodak ne? lip, dudak, Diş. tuz, diş, Aha, göster. Sonra. Dil nedir? Dil neydi? Tongue. Düzdür. Sonra boyun nedir? Neck, elə mi? Neck. Sonra çiyin. shoulder, Shoulder, çiyin. Bəs bel neydi? Bel. Back, elə mi? Yes, back beldir. Sonra sinə neydi? Sinə. Chest. Aha. Mələk buradan deyirəm sənə. Sonra bəs mədə qarın nədir? Stomach, bir dənə də var idi qarın sözü. Nə idi? Tummy. Bəs uşaqlar, alın nə idi? O da gözəl söz idi. Nə idi? Fikrət ver. Forehead. Forehead, alın, bəli. Ayağı de, qolu de, əli de, barmağı de. Tez ol. hand, Aha. Qol nədir? Bütöv. arm, Yes. Dirsək nə idi? elbow, Yes, elbow. Barmaq nədir? finger, Yes, finger. Yaxşı, barmaq demişkən 5 barmaqlı əlcək keçmişdik. Bir də tək barmaqlı əlcək. Görüm kimin yadındadır o? Hə, kimin yadındadır? Mittens. Deməli, Mittens tək barmaqlı əlcək idi. S-lə bitirdi. Çünki iki tərəflidir o, trousers kimi isimlərdəndir. Gloves isə 5 barmaqlı əlcək idi uşaqlar. Gloves. Bunun da sonunda S var. Niyə? Çünki dedik iki tərəflidir. Məsəl üçün. İndi davam elək digər mövzumuzda qaldıq. Yaxşı. Bunu dedik. Qolu dedin, əli dedin, barmağı dedin. Ayaq nədir, qıç nədir? foot, ayak, Topuq nə idi bayaq dedik? tongue, Ankle. ankle, Topuq, eləmi? Leg nədir? Qıç. Diz nə idi? Diz. Knee, bəli. Afərin. Take your seat. Əyləş Gülay. Yaxşı, Duyğu, sən deyə bilərsənmi damla üzərində göstər qızım? Hə, Damla, sən dur, indi Duyğu sənin üzərində göstərsin görüm onu. nə body, beden, hair, saç, Aha, nə head, baş, aha. eyebrow, gash, Stoldan görünmür. Bir dənə bu stolu biraz çək balam. Səninkini çək biraz. Oldu. Hə, indi bu açıq yerdə dur. Hə, göstər. eyebrow, gash, eyes, göz, nose, burun, Dodaq nədir? lip, dudak, tuz, diş, Aha, çiz, dişlər, aha. Hələ çənəni demədik bayaq. Çənə nə idi uşaqlar? Çin çənə, eləmi? Sonra yanağı da demədik bayaq. Yanaq nə idi? Cheeks olur yanaqlar, bəli. Sonra qulaq. ear, qulaq, Qulaq. Aha. ear, qulaq, ears, qulaqlar, Boyun. Boyun nədir? Neck, eləmi? neck, boyun, Sonra hand, əl, hands, əllər, çiyin nədir bəs? Shoulder. Shoulder, çiyin. Çiyin. Shoulders çiyinlər deməkdir. Yes. finger, barmaq, Aha. Yaxşı. Mədə qarın nə idi? Stomach, düzdür. Yaxşı. Bel nə idi qızım? Bel nədir? Back. Ayağı da de. legs, qıç, Leg qıç, legs qıçlar eləmi? qıçlar, Ayaq nədir? Foot, eləmi? ayaq, fit, ayaqlar, Ay, sağ, feet ayaqlar, düzdür. Və salam, oldu. Take your seat.